Mənimlə Könül Aydın Nəhmətova ilə yeni mövzu ilə tanış olacaqsınız. Mətndə keçid cümlələr. Bu anlayışla şagirdlər ilk dəfə 4-cü sinif Azərbaycan dili dərsliyində tanış olublar. Sözlərdən işarələrə adlı mətn əsasında mətndə keçid cümlələr mövzusu tədris edilir. Öncə gəlin baxaq görək, orta məktəb dərsliyində keçid cümlələr haqqında müəlliflər hansı məlumatı verirlər. Mətnin tərkib hissələri arasında əlaqə yaratmaq üçün çox zaman keçid cümlələrdən istifadə olunur. Mətnin tərkib hissələri dedikdə siz yəqin ki, anlayışları yadınıza gətirdiniz. Giriş hissə, əsas hissə, nəticə hissəsi. Bəs gəlin görək müəlliflər bunu necə izah edirlər, hansı mətn əsasında bayaq vurğuladığım kimi Sözlərdən işarələri adlı mətn əsasında bu mövzu tədris olunur. Mətni sizin üçün oxuyacağım və burada keçid cümləsini müəyyənləşdirərik bərabər. Danışarkən fikrimizi düzgün və dəqiq çatdırmaq üçün intonasiyadan istifadə edirik. Səs tonumuzu dəyişirik, sözlər cümlələr arasında pauza veririk. Yazıda isə funksiyaları durğu işarələri yerinə yetirir. Durğu işarələri mətnin daha asan qavranılmasına kömək edir. Bəs bu işarələr necə yaranmışdı? Əvvəllər yazıda durğu işarələrindən istifadə olunmurdu. Sözlər və cümlələr heç ara məsafəsi də olmurdu. Sonralar cümlələr arasında məsafə qoyuldu, amma yenə də mətnləri oxuyub anlamaq çətin olurdu. Bu problemi aradan qaldırmaq üçün durğu işarələrinə ehtiyac var idi. İlk yaranan durğu işarəsi nöqtə oldu. Vergül işarəsinin yaranması ərəb dili ilə əlaqələndirilir. Ərəb dilində və bağlayıcısı vav hərfi ilə ifadə olunurdu. Sonradan bu hərf vergül işarəsi kimi istifadə edildi. Sual işarəsinin yaranması 600 il əvvəl İtaliyada tətbiq edildi. İlk dəfə Manuzzi adlı naşir sual cümlələrinin sonunda "Questo" sözünü yazmağa başladı. Bu sözün mənası cavab axtarıram deməkdir. Sonralar naşir bu sözün ilk və son hərflərindən istifadə etdi, qo. Nəhayət o, bu iki hərfdən xüsusi işarə yaratdı. Zaman keçdikcə həmin işarə indi bildiyimiz sual işarəsinə çevrildi. Nida işarəsi də Latın dilindəki io sözündən yaranmışdı. Bu söz sevinç, heyrət bildirirdi. Beləliklə deyə bilərik ki, bugün istifadə etdiyimiz durğu işarələri çox maraqlı inkişaf yolu keçmişdi.